Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif Azərbaycan dili dərsliyinin 1-ci hissəsindəki dərsimizə davam edirik. Artıq səhifə 22-dəyik. 1-ci bölməni bitirdik və bugün 1-ci bölmədə keçdiklərimizə aid ümumiləşdirici təkrar var. Başlayaq. Deyilir ki, 1-ci 5-ci tapşırıqlar aşağıdakı mətnlə bağlıdır. Mətn verilib əks-səda. Oxuyaq mətnimizi. Ata oğlu ilə dağa gəzməyə çıxır. Birdən uşağın ayağı kötüyə ilişir. O yıxılır və ay deyə qışqırır. İrəlidəki qayadan ay səsi eşidilir. Oğlan təəccüblənir. Sən kimsən deyə qayaya doğru səslənir. Qayadan eyni səs gəlir. Sən kimsən? Uşaq hirslənib qışqırır. Sən qorxaqsan. O sözünü bitirməmiş eyni sözləri eşidir. Uşaq ağlamsınır. Ata, bu nə səsdir? Bir buna bax. Mənə qorxaq deyir. Ata üzünü dağa tərəf tutub bərkdən sənə heyranam deyə qışqırır. Səs gəlir. Sənə heyranam. Ata təkrar qışqırır. Sən möhtəşəmsən. Yenə də eyni səs gəlir. Sən möhtəşəmsən. Oğlunun təəccübləndiyini görən ata izah edir. Oğlum, buna əks-səda deyirlər. Əslində o həyata bənzəyir. Daim sənin verdiklərini özünə qaytarır. Həyat etdiyimiz hərəkətlərin aynasıdır. Bəli, kiçik, gözəl bir mətn oxuduq və bu mətnlə əlaqəli 5 sual var. Bir də soruşur ki, mətndə hansı suala cavab yoxdur? Ata və oğlu hara getmişdim? Elə birinci cümlədə deyir ki, ata ilə oğlu dağa gəzməyə çıxır. Deməli, bunun cavabı var. B-də deyir ki, oğlan nə üçün hirslənmişdi? Çünki dediyi sözləri təkrar eşidirdi. Düşünürdü ki, kimsə ona eyni sözləri deyir. Ona görə hirslənmişdi. Əks-səda nədir? Bu da var. Ata izah edir əks-sədanın nə olduğunu. Oğlan neçə yaşı var idi? Bu yazılmamışdı mətndə. Cümlələri tamamlayın. Oğlan təəccübləndi. Çünki dediyi sözlər təkrarlanırdı. Yazaq. Axırı yaxşı alınmadı, amma hər halda bildinizdə burada nə olmalıdır. Amma yoxsa yazmalıyam onu. Təkrarlanırdı. Oğlan hirsləndi, çünki qayadan gələn səs ona sən qorxaqsan deyirdi. Dedi. Üçə baxırıq. Hansı atalar sözü mətnin məzmununa uyğundur? Dağ dağa rast gəlməz, insan insana rast gələr. Düzdür, mətndə dağ var idi, amma mətnin məzmununa uyğun deyil bu atalar sözü. Bu atalar sözünün mənası odur ki, dağlar bir-birinə rastlaşmasa da, insanlar bir-biri ilə nə zamansa, yəni hardasa rastlaşa bilərlər. Yəni uzaq tanışlar, qohumlar bir-birinə rast gələ bilərlər. Bilməmək eyib deyil, soruşmamaq eyibdir. Bu da mətnin məzmununa uyğun deyil. Düzdür, orada uşaq soruşur bilmədiyini atasından, amma mətnin ideyası bu deyildi. Ona görə biz bunu seçməyəcəyik. Nə tökərsən aşına, o da çıxar qaşığına. Bu uyğundur mətnin məzmununa. Çünki ata da onu başa salır ki, sonunda baxın, atası deyir ki, o həyata bənzəyir, daim sənin verdiklərini özünə qaytarır. Sən nə verirsənsə, o da sənə onu qaytarır. Yəni, aşına nə tökürsənsə, o da çıxır sənin qaşığına. Tək əldən səs çıxmaz. Burada birgəliyə aid heç nə yox idi, ona görə bu da uyğun deyil. Hansı fikir atanın sözlərini davam etdirə bilər? Hörmət göstərmək istəyirsənsə, ətrafındakılara hörmətlə yanaş. Bəli, elə bu davam etdirə bilər A variantı. Çünki indi də təkrarladıq atanın sözlərini. Və sonda deyir, həyat etdiyimiz hərəkətlərin aynasıdır. Ona görə də sən də əgər hörmət görmək istəyirsənsə, aynada nə görmək istəyirsənsə, onu göstərməlisən. Deməli, ona görə sən də hörmətlə yanaşmalısan başqalarına qarşı. Dağların sirri çoxdur, onları öyrən. Bu uyğun deyil. Qayalarda səs əks-səda verir. Nə qədər ucadan qışqırsan, əks-səda bir o qədər güclü ola bilər. Bəli, ata əslində bu sözləri deyə bilər, amma atanın sözlərini oxuyandan sonra atanın fikrinin davamı ancaq A variantı daha uyğun olur. 5-də deyir, bir buna bax, mənə qorxaq deyir cümləsində bir sözünün funksiyasını izah edin.
Əşyanın sayını bildirir. Xeyr, burada heç ümumiyyətlə əşya yoxdur. Ona görə ki, onun sayını da bildirmir. Cümlənin təsir gücünü artırır. Bəli. Bu ədatdır. Yəni biz bilirik ki, təsir gücünü artıran sözlər ədat adlanır və bu da ədat vəzifəsini icra eləyir. Çünki biz buradan bir sözünü çıxarda bilərik əslində. Buna bax, mənə qorxaq deyir, deyə bilərik. Burada nə baş verdi çıxardığında? Sadəcə cümlənin təsiri azaldı. Ona görə başa düşür ki, burada bir sadəcə təsir gücünü artırır. Hərəkətin miqdarını bildirir. Xeyr. Cümlələr arasında əlaqə yaradır. Xeyr, bunlar da uyğun deyil. Keçdik səhifə 23-ə. Nümunəyə əsasən sözlərin tərkibindəki saitləri səciyyələndirin. Nümunə verir. Məsələn, güllə sözündə ü incədir, dodaqlanandı, qapalıdır. Ə incədir, dodaqlanmayandı, açıqdır. Biz də bu cür hər sözdəki saitləri 3 cür bilirik ki, saitlər 3 cür təsniflənir. Qalın incə, dodaqlanan, dodaqlanmayan, açıq, qapalı. Bu cür səciyyələndirməliyik bizdə. Məsələn, buxar sözündə U var. Birinci saatimiz U'dur. Qalındır, dodaqlanır, açıqdır. U da daha doğrusu qapalıdır. A qalındır, dodaqlanmayandır, açıqdır. Alqış sözünü A-nı dedik artıq. I-yə baxırıq. I qalındır, dodaqlanmayandır, qapalıdır. Boran sözündə O qalındır, dodaqlanandır, açıqdır. A-nı demişik. Siz amma hər birində yazmalısınız təbii ki. Tapşırıq kimi verilibsə, hər bir sözdəki saitləri yazmalısınız. Ö incədir, dodaqlanandır, açıqdır. A-nı demişik. Müxbir sözündə Ü. Burada da yazılıbdır. İncə, dodaqlanan, qapalı. İ incə, dodaqlanmayan, qapalı. Eskiz sözündə E incə, dodaqlanmayan, açıq. İni dedik. Əfsanə sözündə Ə. Deməli, burada yazılıbdır. İncə, dodaqlanmayan, açıqdır. A-nı demişik. Ə-ni də ikinci dəfə məncə eyni sözdə yazmağa ehtiyac yoxdur. 7-ci tapşırığa baxırıq. Deyir, balıq sözündəki saitlərin oxşar xüsusiyyətini müəyyən edin. Əvvəlcə saitləri müəyyən edək. A-nan I-dır. Hər ikisi qalındır. Hər ikisi variantlara baxaq. A-da deyir açıqdır. Xeyr. Bunlardan biri açıqdır, biri qapalıdır. A açıqdır, I qapalıdır. Ona görə açıq və qapalı olmaqları bunların ortaq xüsusiyyəti ola bilməz. Ona görə hansı variantda açıq, qapalı varsa, o variantlar ola bilməz. Burada açıq yazılıb, burada qapalı yazılıb, burada açıq yazılıb. Bunlar ola bilməz. E-də də açıq yazılıb, bu da ola bilməz. Çünki biri açıqdır, biri qapalı. Amma D variantında qalın və dodaqlanmayan hər ikisinə uyğundur. Bəli, A və I hər ikisi qalındır, hər ikisi də dodaqlanmır. 8-də deyir, hansı sözün yazılışı orfoqrafik normaya uyğun deyil. Orfoqrafik norma artıq demişdik, sözlərin düzgün yazılışını bildirir. Hərəkat, güzəran, qəhrəman, cəsarət, fədakar. Qəhrəman sözünü artıq dəfələrlə demişik. Məncə artıq bunu bilməlisiniz ki, qəhrəman sözündə qəhrəman olmalıdır. C-də uyğun deyil. 9-da deyir, hər bir sözün əvvəlki samiti qarşılığı ilə əvəz edib yeni sözlər düzəldin. Gül sözündə əvvəlki samit G-dır və onun qarşılığı K-dır. Əvəz etsək alınacaq kül. Közdə isə əksinə G-dır. Bu dəfə K-nı G ilə əvəz edirik, olur göz. Bu dəfə yenə K-nı G ilə əvəz edirik, olur güləş. Dərsdə D-nın qarşılığı T-dır, olur tərs. Tanışda yenə T-nı bu dəfə D ilə əvəz edirik, olur danış. B-nın qarşılığı isə P-dır, boz olacaq poz. Onda deyir, sözləri orfoqrafik normalara uyğun yazın. Burada tələffüzləri verilir. Biz onları düzgün şəkildə yazacaq. Pələng sözü sonda G olur. Mürəkkəb sözündə orta hissədə qoşa K olur və onlardan biri G kimi səslənir. Mürəkkəb və sonda B olur. Kərpic sözündə də sonda C olur. Çaqqal sözündə ortada qoşa Q var və qoşa Q gələndə onlardan birincisi K kimi tələffüz olunur. Çörək sözündə isə sonda K olur yazılışda. K və Q samitlərinin səslənməsinə görə dördündən biri fərqlidir. Lələk, böyrək, idrak, ələk. Deməli, burada biz tələffüzdə idrakda K deyəcəyik, digərlərində Y deyirik. Lələk, daha doğrusu S işləyirik. Lələk, böyrək, ələk. Amma idrak
demirik, idrak deyirik C variantı. Digərinə baxaq. Dodaq, dialoq, yarpaq, otaq. Dodaq, yarpaq, otaqda x kimi tələffüz olundu, amma dialoqda elə G kimi tələffüz olunur. Kompot, konsert, klub, kitab. A, B, C-də K kimi tələffüz olunur, amma D-də K kimi tələffüz olundu. Türk, dilək, kürk, şərik. Türk, kürk, şərik sözündə K kimi tələffüz olunur. Dilək sözündə isə x kimi tələffüz olundu. Dırnaq arası, ayaq yalın, ayaq üstü, açıq ürəkli. Burada görürük ki, 3 sözdə qdan sonra sait gəlib. Qdan sonra sait gələndə ğ kimi tələffüz olunurdu. Dırnaq arası, ayaq üstü, açıq ürəkli. Amma burada qdan sonra samit gəlibdir. Ona görə x kimi tələffüz olunacaq. Ayaq yalın. B fərqlidir. 12-ci tapşırığa baxırıq. Sözlərə saitlə başlayan şəkilçiləri artırın. Hər sırada K və G samitlərinin yazılışına görə fərqli olanı müəyyən edin. Məsələn, qayğı sözünü artıraq qayığa olur. Q-ğıya keçdi. Xalq, xalqa, hüquq, hüquqa, sadiq, sadiqə. Bunlarda keçmədi. Bir dənə A-da keçdi. Deməli, A fərqlidir. Çünki qayıq sözündə sondakı Q X kimi səslənir və sondakı Q, X kimi səslənən sözlərdə saitlə başlayan şəkilçi artıranda Q-ğıya keçir. Qəpik, qəpiyin, ərik, əriyin, ipək, ipəyin, müdrük, müdriyin olmur, müdrikin olur. Deməli, bu fərqlidir. Yataq, yatağa, budaq, budağa, qulaq, qulağa, monoloq, monoloqa olmur, monoloqa olur. Nöqtələrin yerinə uyğun hərflər yazmaqla atalar sözlərini köçürün. Aclıq, burada heç bir şəkilçi əlavə olunmayıb deyə olduğu kimi yazılmalıdır. İlə toxluğun, burada isə saitlə başlayan şəkilçi artırılıb q-ğıya keçib. Arası bir parça çörəkdir. Burada samitlə başlayan şəkilçidir, ona görə olduğu kimi yazılmalıdır. Keçidən qurbanlıq olmaz. Şəkilçi yoxdur, ona görə q olduğu kimi yazılmalıdır. Kələklə gələn küləklə gedər. Buradakı sözlərdə samit artırılıb, ona görə olduğu kimi yazılacaq. Kiçiyin kiçik yeri var, böyüyün böyük yeri. Burada deməli heç bir şəkilçi olmayanda olduğu kimi yazıldı. Digərlərində isə saitlə başlayan şəkilçi artırıldığına görə k-yə keçdi. Papaqçının papağı yırtıq olar. Görürsünüz, hər ikisində papaq sözdür, amma birində q yazdıq, birində q. Nəyə görə? Çünki birində samit artırılıb, samitlə artıranda dedik ki, olduğu kimi qalır. Digərinə isə papağı sözündə isə sait artırılıb, sait artıranda q-ğıya keçir. Yırtıqda isə ümumiyyətlə şəkilçi artırılmayıb, ona görə necədirsə elə yazılır. Bəli, bu da son tapşırığımız idi. Beləliklə birinci bölmənin sonuna gəldik, çatdıq. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.